İnsanların iradəsindən asılı olmayaraq baş verən hadisələrdir. Bəs əslində Xocalı hadisəsi nədir? 1992-ci il fevralın 26-sında nə baş vermişdi? Xocalı hadisəsi təkcə Azərbaycana, onun xalqına deyil, bəşəriyyətə qarşı törədilmiş ən ağır, misli görülməmiş cinayətdir. Çünki Xocalıda yalnız insanlar qətlə yetirilmədilər, insanlıq qətl edildi. Tarixdə olmamış yalancı soyqırımını dünyaya təbliğ edən ermənilər Azərbaycan xalqına qarşı əsl soyqırımı törətdilər. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə qətliam başlandı. Müasir silahlarla təchiz edilmiş 366-cı Rus alayının köməyi ilə Xocalıya hücum edən ermənilər yazıq və miskin maskalarını ataraq əsl simalarını göstərdilər. Bu simanın adı bütün vəhşiliyin, qəddarlığın fövqündə duran ermənilikdir. Hələ dünyaya gəlməyən körpəni belə qətl edən ermənilik. Tuz basılar yarana, lay lay Xocalın laylar, düşdün güllə qarana, lay lay Xocalın laylar. Qisasını almışıq, Xocalı qurbanları, yeni tarix yazmışıq, Xocalı qurbanları. Düşmənlərə çəkdi tutaq, daha deyil həmin çağ, azad olub Qarabağ, Xocalı qurbanları. Heç zaman unutmarıq, nə qədər ki biz varıq,